Ayda, Əminə Axıl bilirsən rəfiqə. nə oldu? Nə olub? Dünən mənə sevgilim maşın aldı. Xeyirli olsun. Təbrik eləyirəm. Niyə xəyanət elib deyə alıb? Yox, niyə xəyanət eləsin ki? Sevdiyindən alıb da, dəyər verib də mənə. Nə bilim valla, biraz şübhəlidir. Məncə sən yoxla, yenə də bəlkə xəyanət eləyir. Nəysə, xeyirli olsun, xeyirli olsun. Əminə, ayda, Nə oldu? Nə oldu yenə? ayda, axır ki, səncə bacın gələn ay hara uçur? Hara uçursan? Maldivə aşkım bilet alıb gedirəm, Zaqaralım. Vəfa üzvə demək kimi olmasın. Amma məncə həqiqətən sənə xəyanət edir. Həm maşın, həm Ayda, ailə. paxıllığın da ta bu dərəcəsi Ay baba, yoxdur. niyə da? Yəni niyə mənə xəyanət eləsin? Mənim kimi qıza niyə xəyanət eləsin? Ola bilməz ürəyindən keçir. Durduq yerə sevə-sevə eləyir da bunu bu. Bəlkə də xəyanət eləmə, amma yenə də Maldiv o deyil. Orada milçək, kamar zad doludur. Tək dərdiniz Yenə də xeyirli olsun. olsun. Uç sağ-salamat. Allah yaxşı, oldu. Əminə, təsəvvür elə ki, neçə vaxt gözlədiyim şirkət mənə təklif elədi. Yüzü yüksək maaşla. Ay, xeyirli olsun, xeyirli olsun. Bu kimdir ki, ona o maaşı verirlər? O qədər sevinirəm, o qədər sevinirəm. Neçə vaxt gözləyirdim mən bu xəbəri. Ay Allah, çox şükür sən ürəyimə görə verdin. Hə, ürəyim. Sən bu işə layiqsən. Neçə vaxt gözləyirdim. Maşallah, gözdərməsin sənə. Bu qədər xeyirli işlərin olur, layiqsən. Ürəyim. Hesabı da bağlayarsan da. Ayda, Amma Əminə, həqiqətən bilirsən belə nə oldu? dostunuz, ətrafınızda belə insanlar varsa, mümkün olduğu qədər uzaq durun.